Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin 4 əmisi olmuştur. Bunlar Ebu Talib, Ebu Leheb, Həmzə və Abbas. Bu 4 əmisindən ikisi iman gətirərək müsəlman olmuşlar, ikisi isə iman gətirməyərək kafir olmuşlar. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləmin iman gətirib müsəlman olmuş əmiləri Həmzə və Abbasdır. Allah Teala onlardan razı olsun. İman gətirməyərək kafir olan əmiləri isə Ebu Talib və Ebu Leheb'dir. Ebu Leheb və onun həyat yoldaşı haqqında Qur'an-ı Kərimdə surə vardır. Məsəd surəsi. Allah Teala orada buyurur ki, Ebu Leheb və onun xanımı cəhənnəmdə olacaqlar, əbədiyyən orada qalacaqlar, kafir olmalarına görə, inanıb etiqad etmələrinə görə, hətta yoldaşı çiynində, belində şələ-şələ odun daşıyacaq ki, əri Ebu Leheb yansın. Uca Allah buyurur, Təbbət yedə Əbi Lehebin və təbb. Ebu Lehebin əlləri qurusun, qurudu da. Bu ayənin nazil olma səbəbi Rasul sallallahu aleyhi və səlləm ona peyğəmbərlik verildikdən 3 il sonra açıq dəvət etməklə Allah Teala tərəfindən əmr olunur. Uca Allah buyurur ki ona və ənzir əşirətəkəl əqrabinə. Yaxın qohumlarını, aşirətini dəvət et. Rasul sallallahu aleyhi və səlləm Məkkədə hündür bir dağın üzərinə çıxıb ora qalxıb insanlara xitab edir. Ey Məkkə cəmaatı, sizə desəm ki, bu dağın arxasından düşman gəlir, sizi yağmalayacaq, sizi öldürəcək, mənə inanarsınızmı? Onlar deyirlər ki, bəli, inanarıq. Çünki sən Muhammedul Əminsən, Sadiqul Məsduqsan. Yəni, əmin, güvənilir Muhammedsən. Sən doğru danışansan, doğru danışmağın təsdiqlənib. Bu zaman Allah Resulü sallallahu aleyhi və səlləm onlara deyir ki, mən Allahın qulu və elçisiyəm, Allahdan başqa ibadətə haqqı çatan məbud yoxdur. Ona ibadət edib, ona heç bir şey şərik qoşmayın. Əmisi Ebu Leheb, hansı ki Rasul sallallahu aleyhi və səlləmə Muhammedul Əmin deyən, o dünyaya gələn zaman cariyəsi, köləsi Thuveybiyyəni azad edir ki, sevincindən Muhammedi yedirsin, süd versin ona. Thuveybiyə süd anası, ona əmisi Ebu Lehebin hədiyəsidir. Ebu Leheb deyir ki, təbbələkə, əllərin qurusun. Bizi buna görə mi toplamısan bura? Allah Teala ayə nazil edir. Təbbət yedə Əbi Lehebin və təbb. Ebu Lehebin əlləri qurusun, qurudu da. Mə əğnə anhu məluhu və mə kəsəb. Ona nə malı mülkü, nə də qazandıqları fayda vermədi. Və mraətuhu həmmələtəl hatab fi cidihə hablun min məsəd. Onun yoldaşı da cəhənnəmdə olacaq. Çünki o da Ebu Leheblə birlikdə Muhammed sallallahu aleyhi və səlləmə əzab əziyyət verdi Məkkədə. Kürəyində şələ-şələ odun daşıyacaq ki, əri Ebu Leheb yansın. Ebu Leheb, baxın, haqqında surə var ki, o demək cəhənnəmdədir. Ebu Talib isə Peyğəmbər sallallahu aleyhi və səlləm çox çalışır onun imana gəlməsi üçün, İslamı qəbul etməsi üçün. Ebu Talib çox istəyirdi Muhammed sallallahu aleyhi və səlləmi. Onun əmisi idi. Babası Abdülmuttalib, Peyğəmbər sallallahu aleyhi və səlləmin 4 yaşında vəfat edən zaman əmisi Ebu Talib onu himayəsinə alır və demək, haradasa 50 yaşına qədər onu himayə edir. Yəni, Peyğəmbərlik verilir 40 yaşında, əlavə bir 10 ildə hələm Ebu Talib yaşayır. Yəni, Rasul sallallahu aleyhi və səlləmin 50 yaşı olur əmisi vəfat edəndə. Onun hətta vəfat etdiyi il, Xədicə anamızla bərabər onun vəfat etdiyi il adlanır Hüzün ili. Hüzün ili. Çox çalışır ki, Ebu Talib İslamı qəbul etsin, əlləşir, vuruşur. İmam Buxari rəhməhullah rəvayət edir ki, vəfatı vaxtı gəlir əmisin İslam'a dəvət etmək üçün. Deyir, ya əmmi qul la ilahə illallah. Ey əmi, la ilahə illallah de. Bununla mən Allah yanında sənin üçün şəfaətçi olum. Və Peyğəmbər sallallahu aleyhi və səlləm əmisinin yanına gələn zaman bir tərəfdən də Əbu Cəhil gəlir və bir dostu ilə bərabər. Onlar deyirlər ki, sən Abdülmuttalibin dinindən üzümü çevirirsən. Yəni, dədə-babalarının dinindən üzümü çevirirsən. Əbu Talibə deyirlər. Sonra Əbu Talib yenə Muhammed s.ə.v deyir ki, ey əmi, denən la ilahə illallah. Sənin üçün Allah yanında şəfaətçi olun. Sonra Əbu Cəhil deyir ki, sən Abdülmuttalibin dinindən vaz mı keçirsən? Və qardaşlar, burada bir fayda var. Pis dostsun, pis ətrafın insana pis təsiri, hətta o vəfat eləyəndə belə görürsünüz, yaxasından əl çəkmir. Və qınaqdan çəkindiyi üçün, mən öləndən sonra mənə nə deyərlər düşüncəsi ilə deyir ki, yəni mən
qalan Abdülmuttalibin dinində və İslamı qəbul etmir. Bu şəkildə də vəfat edir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, nə qədər ki mənə qadağa olunmayıb, Allahdan sənin üçün bağışlanma istəyəcəm. Allah Taala ayə nazil edir. Peyğəmbərə və onunla bərabər iman gətirmişlərə yaraşmaz ki, müşriklər üçün, kafirlər üçün Allahdan bağışlanma istəsinlər. Hətta yaxın qohumları, əqrabaları olmuş olsa belə. Bu ayə Əbu Talib haqqında nazil olub. Həmçinin bir başqa ayə İnnəkə lə təhdi mən əhbəbtə vələkinnallaha yəhdi mən yəşə. Şübhəsiz ki, sən istədiyinə hidayət verə bilmərsən. Allah da istədiyinə hidayət verər. Bu ayə də demək Əbu Talibin iman gətirmədən bu dünyadan köçməsin bizlərə xəbər verir. Amma Həmzə, amma Abbas, bəli, onlar iman gətirirlər. Hətta Həmzə radiyallahu anhu, Allah ondan razı olsun, Seyyidüş Şuhədə, şəhidlərin ağası, Peyğəmbər sallallahu aleyhi və səlləm ilə Məkkədə dəvətə başlayan dönəmdə iman gətirir. İlk iman gətirənlərdəndir. 13 illik Məkkə dönəmində onun yanında olur, o əzablara, o sıxıntılara tab gətirir. Sonra gəlir Mədinəyə və Mədinədə Bədir döyüşündə iştirak edir, ən qabaqcıl şəxslərdən olur. Sonra demək Uhud döyüşündə iştirak edir və o döyüşdə də şəhid olur. Vahş, hələ o vaxt İslamda dövrüydü. Vahş radiyallahu anhu tərəfindən. Ona görə adlanır Seyyidüş Şuhədə. Amma Abbas radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləm əmsi, bəli, o iman gətirir və o da elə Mədinə dönəmində iman gətirir və elə bu iman üzrə də dünyasını dəyişir. Demək, 4 əmsinin ikisi iman gətirmir. Abu Ləhəb və Əbu Talib ikisi iman gətirir. Həmzə və Abbas. Allah razı olsun.